Nə qədər ki, beləliklə amçaqqallar var, Azərbaycan xalqı heç vaxt qabağa getməyəcək. O Azərbaycanın birinci xanımıdır. O Azərbaycanın vitse-prezidentidir. O gözəl, yaxşı kömək edir İlham Əliyevə. Mehriban Əliyeva təbii ki, yaxşı kömək edir İlham Əliyevə. Ölkəmizin sərvətlərini yaxşı İngiltərəyə daşıyırlar. Yaxşı Türkiyəyə, Dubaya daşıyırlar. Bu amçaqqal utanıb ölmür. Bunun nəslində bir kişi yoxdur ki, bunun sifətinə tüpürsün ki, ay şərəfsiz, alçaq, bir dənə evə görə bu boyda dala girənlik olmaz. Onlar arz ediyor ki, o balaca Heydarımız həmişə sağlam gümrah olub Azərbaycana rəhbər təyin edilsin. Sizin özünüzün yetişdirməniz olsun, özünüzün kadronuz olsun. Necə ki, Ulu Öndərimiz Heydər Əliyev sizi yetişdirib, onun vəsiyyətlərinin hamısına əməl edirsiniz. Özü də yüksək səviyyədə. Hər evladın işi deyil. İndi siz o balaca Heydər Azərbaycanın rəhbəri olsun. Onunla fəxr edirik biz. Sizinlə fəxr edirik biz. Sizi sevirik, sizi dəstəkləyirik. Azərbaycanda qadınlar var ki, onların qeyrətinə qurban olum. Kişi qeyrətli. Nə pula, nə vəzifəyə, nə çörəyə, nə işə, heç nəyə əyilməz. Amma kişilər var ki, yaxşılarından iraq, bunun kimi amçaqqallar var ki, pula görə, evə görə, maşına görə, nə bilim, yaxşı yaşamalarına görə əyilirlər. Tüpürüm sənin olmayan şərəfinə, tüpürüm sənin olmayan əqidənə, tüpürüm sənin üzünə. Puh, oğraş. Çox sağ olun müəllim. Sizə uzun ömür arzulayıram. Balalarınız xoşbəxt olsun. O balaca Heydər sizə həmişə dayaq olsun. Balaca Heydər artıq böyük. Ay Allah! Biz dediniz. Çox xoşbəxt olsunlar. Balalarınız xoşbəxt olsun. O cümlələri İki uşağı var. Allah! İki oğlu. Siz baxıyla olansınız. Siz yerdə şəxsiyyətsiniz. Siz Azərbaycanı bütün dünyada tanıdırsınız. Sağ olun. Siz o Polad yumruğunuzla siz elə cəsarətli, elə komandanlıq edirdiniz ki. Belə baxıram ki, bu kişi yaltaqlıq edir və İlham Əliyev həqiqətən də özü qızarır. Yəni analoqu olmayan bu yaltaq beləçə olur da. Yəni ki, belə İlham Əliyevin oğurladığı xalqdan pullar, bunları xalqı ac vəziyyətində saxlayır. Bu amsaqqal bunları dilə gətirmir. Buna nə var, bir dənə ev verəcəklər. Bu belə Hacı Şakir, özü qurutma, yağlama, sürüşdürmə, hər şey var da bu kişidə. Kişi dedim, xətrə deyər, sən kişilərə yəni kişilikdən sənin payın yoxdur. Yəni sənin payın olsaydı, sən biriləri o cür arxaya girməzdin, o cür arxa öpməzdin. Baxın da, baxın, bunun yaxınları da baxsın, aparsın bu videonu qoysunlar, bir tüpürsünlər onun sifətinə. Sinirlər kişi ol, özünə də ləzzət eləyəcək.